Üzümü tutuyorum Azərbaycan qeyrətli millətinə. Dostlar, lütfən paylaşasınız. Azərbaycanla ərteşi, bəsici, sipahi. Hər kəs olsa bizim qardaşımızdır. Azərbaycan toprağının içində savaş düşsə hamımız 40 milyon Azərbaycanımız töküləcək. Elə bir İsraillə Azərbaycanın savaşı var. Dostlar, burayı bir aygışdır. Kütlə İsrailin həmahəngi ilə ki, bu Azərbaycan xəlistila eləyir. Azərbaycan xəlistiliğindən də kütlə girəcəklər, Urmu tərəfindən geçsilər bizim toprağın işğalına. Bütün Təbriz xəlistila olur və onların difeyləyəni yoxdur. Amma bu da mən deyim, hər Azərbaycanlı nə qeyrətini atıb, nə qorxusudur, biz nə muşəhdən qorxuyuq, nə güllədən qorxuyuq. Biz indidən həmahəng olacağıq. Sipahi, ərteşi, bəsici biz qardaşlarımızın hamımızın həmahəngi savaşa biz hazırıq. Heç əhədunlar İsrailin o dədəsi ya Kürdü də deyənməz Azərbaycan toprağına. Dostlar, lazımlar biz agif şeylə, mən lənət olsun oxlaq. Olay qədimi sözdür, olay əslən eşlədə dəyməz. Biz əməl eləməliyik. Biz hamımız bir olmalıyıq. Azərbaycan toprağının içində bir əcnəbi gələ, hala İsrail olar, Kürt olar, hər kəs oluyor olsun. Diyə torpaq işgal eləyə, biz duymayacaq, ayaqlayıb keçəcək. 40 milyon elə ayaqlayıb keçəcək. Bu ya nə Filistindir, nə Əraqdır, nə Suriyyədir, bu ya nə da Azərbaycandır. Heç Türk qeyrətini atmayıb. Biz başarıyıq, biz tarix yazmışıq. Ali Bərsəvən tarix yazıb, Ata Nadişah tarix yazıb, Atan Babək tarix yazıb. Dostlar, oyaq olun, bir dəfə qeyrət edin, hamını birləşdirin, qalxızın ayağa. Bunların hamısı nəqşəsi Azərbaycan üstündədir. Səni yaşayıram, səni ey vətən. Səni yaşamışam qutsal xəyalların dərinliyində. Səni yaşamışam ömrüm boyunca. Səni göz yaşlarımda, səni gülüşlərimdə, səni kədərimdə, səni qəmimdə, səni sevincimlə yaşamışam. Səni ey vətən. Nə gözəl duyğudur səni yaşamaq. Səni yaşamışam həmasələrdə, səni zülümlü günlərdə zalimə qarşı güvənlə yaşamışam. Qan qiyamında, səni məşrutədə Təbrizin qanlı küçələrində, Ərk qalasında, səni Tehranın xəyanət qoxulu Ətəbək bağında, arxadan vurulan Səttarxanınla yaşamışam səni ey vətən. Səni Nəsiminin ənəl həq səsi, İgid Koroğlunun gür nəfəsilə, zalim xudkarlara, xanlara qarşı kütlələr qiyamı, dağlar inqilabı ilə yaşamışam səni ey vətən. Səni xəyanətə uğrayan Ulu Babəkin qanlı qolları ilə xatırlayıram. Samira şəhrində bir axşam çağı zalimlər qarşısında rəngi solmasın, üzünə qan yaxdı el qəhrəmanı. Qolları zəncirli, boynunda kündə, çarəsiz qalmadı yenilməz Babək. O gün o məhkəmədə düşmənə qarşı meydan oxuyurdu son silahı ilə. İllərin döyüşü zəfərlə bitsin, ölüm silahına büründü Babək. Daha heybətli göründü Babək. Daha heybətli göründü Babək.